Xeyir olsun, əziz müdavimlər və şagirdlər. Bugünkü mövzumuz Azərbaycan dilindən üslubiyyət bölməsidir. Üslubiyyət bölməsi 10, 11-ci sinif və müəllimlər üçün həm qrammatik, həm mətn cəhətdən lazımlı olan bir bölmədir. Ona görə dərsi diqqətlə qulaq asın. Çalışdığım qədər açar sözlərlə, xüsusi qısa nümunələrlə sizə təqdim etməyə çalışacağam. Çalışdığım qədər isə nəzəri cümlələrdən istifadə edəməyəcəm ki, sadə və anlaşılır tərzdə dərsi anlayasınız. Siz bilirsiniz ki, Azərbaycan dilindən imtahanlarda bizə 2 mətn düşür. Mətnimizin biri bədii, ikincisi isə publisistik üslubda olur. Hər iki mətn birlikdə 20 sual olmaqla 75 bal verir. 75 balı dəyərləndirmək üçün çoxlu mətn işləmək lazımdır. Çox uşaq var ki, mətn texnikalarını əzbər bilir, amma tətbiq etməkdə çətinlik çəkir. Mətn suallarından biri də üsluba aid olan sualdır. 10-cu və 11-ci siniflərə düşür. Ona görə bu dərsə diqqətlə qulaq asın. Düşəcək tərzdən hər birini burada qeyd edəcəm. Baxın, bütün üslublar funksional üslubdur. 5 dənə üslubumuz var. Bədii üslub, publistik üslub, elmi üslub, məişət üslubu və işgüzar üslub. Hər üslub özünə aid xüsusiyyətlər daşıyır. Bədii üslub obrazlılığı, publistik üslub informasiya ötürməsini, elmi üslub dərsliklərin dili olmasını, məişət üslubu gündəlik danışıq dili olması, rəsmi işgüzar üslub isə sənədlərin dili olması ilə bağlı xüsusiyyətlər daşıyır. Bütün üslubların ortaq xüsusiyyəti ədəbi dilin normalarına uyğun olması, funksional üslubda olması. Buna xüsusi olaraq diqqət yetirin uşaqlar. Sizə Venn diaqramı şəklində sual düşə bilər. Bu necə düşür? Baxın, Venn diaqramı belə çəkilir və yuxarıda belə çərçivədə bir mətn verilir sizə. Orada rəsmi işgüzar üslubda da ola bilər, elmi üslubda da ola bilər mətn. Yəni biz konkret onu bilmirik. Hər üslubda sala bilərlər. Ortaq funksional üslub var burada. Baxın, ortaq üslub bu hissədə. Bura nə yazırsınız? Ədəbi dilin normalarına uyğun olmalıdır. Bu cümlə belə yazırsınız. Uyğun olmalıdır. Ədəbi dilin normasına tabidir yazsanız, sizin balınızdan kəsilə bilər. Ona görə ədəbi dilin normalarına uyğun olmalıdır və funksional üslublardır yaza bilərsiniz. Yadınızda saxlayın. Əvvəlcə imtahanda mətni, birinci sualları ilə tanış olun, daha sonra mətni oxuyub mətnin məntiqini başa düşün. Mətni elə oxuyun ki, o mətni içinizdə yaşayın. Yəni bir dəfəyə siz onu qavraya biləsiniz. Vaxtı düşünməyin. Nə edəcəm düşünməyin. Digərlərinə vaxt çatarmı düşünməyin. Heç biriniz sadəcə mətnə fokuslanın. Bir dəfə suallarına baxın, bir dəfə mətni oxuyun. Daha sonra avtomatik olaraq su kimi mətni işləyəcəksiniz. Bu texnikadan istifadə edin. Yəni birinci mətnin məntiqini, məqsədini müəyyən eləməyiniz vacibdir. Gəlirik bədii üsluba. Bədii üslub bizim ədəbiyyatımızın üslubudur. Ədəbiyyatımızın dilidir. Ən qədim üslublardan biri qədim üslubdur. Burada bu üslubda obrazlılıq olur. Obrazlılıq nədir deyə sorsanız, məsələn, bir nağıl oxuyursunuz, orada Aydan, Kərim, Toğrul adlarını işləyirsiniz. Onların dialoqlarını şahid olursunuz. Deməli, burada obrazlılıq var. Poetik funksiyadan istifadə olunur bədii üslubda. Poetik funksiya nədir? Ümumiyyətlə uşaqlar, mətnlərdə poetik və informativ funksiya deyilən anlayış var. Poetik məcazi mənadır, informativ həqiqi mənalı sözlərə deyilir, həqiqi mənalı ifadələrə deyilir. Bunu yadınızdan çıxarmayın. Baxın, yazıram bura. Poetik məcazi, informativ isə həqiqi. Bunu yadınızda saxlayın, bir yerə də yazın. Poetik funksiyalardan istifadə olunur. Məsələn, Toğrulun gözü kəlləsinə çıxdı. Gözü kəlləsinə çıxmaq nədir? Məcazi mənalı bir ifadədir. Siz onun üslubu, xüsusiyyətini necə yazacaqsınız? Poetik funksiyalıdır. Belə yazacaqsınız ki, sizdən bal kəsməsinlər. Daha sonra xalq danışıq dilinə yaxın olur. Sadə, anlaşıqlı, hamı tərəfindən başa düşülən. Məsələn, siz hekayə oxuyursunuz və yaxud nağıl oxuyursunuz, görürsünüz sadə cümlələrdən, hamının başa düşəcəyi sözlərdən istifadə olunur. Deməli, bu bədii üslubdur. Dialoqlardan istifadə olunması. Əgər bir nağılın içərisində dialoq yoxdursa,
və yaxud şeirin, hekayənin içərisində dialoq yoxdursa, deməyin ki, burada dialoq yoxdur, mən bunu bədii üslub olaraq götürmürəm. Xeyr, orada yanılırsınız. Şərt deyil ki, orada dialoq olsun. Şərt deyil ki, orada poetik funksiya olsun. Obrazlılıq var. Xalq danışıq dilinə yaxındır. Emosionallıq var. İndi deyəcəksiniz, emosionallıq nədir? Emosionallıq hər hansısa bir sevinç hissi, əsəb, kədər, təəccüb, hiss mənasını verir, duyğu mənasını verir. Əgər bunlar varsa, bədii üslubdur. Yadınızdan çıxarmayın. Həm nəzm, həm nəsr formasında mövcud ola bilir. Burada xüsusi qeyd olaraq da qeyd eləmişəm. Emosionallıq olur, nəzm və nəsr formasında olur və sintaktik fiqurlardan istifadə olunur. Bu nə deməkdir? Məsələn, mətn oxuyanda görmüsünüz ki, qarşısında kvadratdır, üçbucaqdır və dairədir. Belə deyək, qrafiklər var. Sintaktik fiqur var. Bunlar daha çox bədii üslubda istifadə olunur. Cümlənin təsir gücünü artırmaq üçün, diqqətini artırmaq üçün istifadə olunur. Bunu da yadınızda saxlayın ki, bunu demişkən, əgər belə bir fiqurlar görsəniz mətndə, xüsusi olaraq onları işarələyin. Çünki mütləq şəkildə ona aid bir sualınız var. Sizdən məcazi mənalı ifadəni də soruşa bilər, həqiqi mənalını da soruşa bilər, həmin sözlərin konsektə uyğun mənasını da soruşa bilər. Yəni hər an hər şeyi soruşa bilər. Bu iki tipli sualdan biri. Ona görə harda kvadrat, üçbucaq və yaxud bunlar deyil, üzərində rəqəm yazılmış sözlər görsəniz, işarələyin. Çünki mətnin suallarında ona uyğun bir sizə sual ünvanlayıblar. Daha sonra keçirik elmi üsluba. Elmi üslub elmin, təhsilin, informasiyanın dilidir. Məsələn, dərslikləri görürsünüz, açırsınız. Azərbaycan dil dərsliyini açdıq. Orada xəbərdən, təyindən, mübtədadan söhbət gedir, qaydadan söhbət gedir və yaxud cümlə üzvlərindən söhbət gedir. Başbudaq cümləsindən söhbət gedir. Bunlar elmi üslubun dilidir. Dərsliklər elmi üslubda yazılır. Elmi kitablar elmi üslubda yazılır. Məsələn, riyaziyyat kitabında qrafik, sxem, düstur görürük. Bunların hər biri biz başa düşək deyə sadə şəkildə verilmiş elmi üslub xüsusiyyətidir. Yadınızda saxlayın. Baxın, sxem, qrafik, düstur. Bunlar nədir? Elmi üslubun xüsusiyyətləridir. Dərsliklərin, elmi monoqrafiyaların, elmi kitabların dilidir. Elmi üslubda dəqiqlikdir, konkretdir, təkmənalılıqdır. Bunlara yol verilir. Çoxmənalı sözlərə geniş istifadəsinə yer vermirlər. Ancaq və ancaq bir mənalı, dəqiq sözlərdən istifadə olunur. Termin sıxlığından da istifadə oluna bilər. Baxın, əgər sizə Venn diaqramı şəklində sual veriləndə üslublara aid mətnlərdən nə edirsiniz? Elmi üslubun xüsusiyyətlərini yazacaqsınız. Əgər sizə verilən mətnin içərisində termin varsa, bir neçə termin varsa, onda yazırsınız. Termin sıxlığı var və yaxud daha düzgün, daha dəqiq cavabı götürmələri üçün yazırsınız ki, terminoloji funksiyada işlədilib. Yadınızda saxlayın ki, bir də bunu xüsusi olaraq. Baxın, bunu ulduz qoyuram qarşısına. Bədii üslubun xüsusiyyətlərini elmi üslub özündə əks etdirmir. Nə obrazlılıq, nə emosionallıq olmur. Bir mənalılıq olur, yığdamlıq olur, məntiqilik olur. Yəni, bütün cümlələr, sözlər ardıcıl bir-birinə qoşulur, bir məntiq yaradır. Biri aydan, biri çaydan danışa bilməz. Bütün cümlələr bir-birinə bağlanmalıdır. Daha sonra, elmi üslubdan modal sözlərdən, ara sözlərdən də istifadə oluna bilər. Qısaca yadınıza saxlayın. Elmi mətnlərdə əsaslandırmadır, dəqiqlikdir, sübutdur, hər hansısa bir elmi faktdır özünü əks etdirəcək. Bədii üslub kimi dialoqlardan istifadə olunmayacaq. Obrazlardan, daha sonra emosionallıqdan, məcazi ifadələrdən istifadə olunmayacaq. Daha sonra keçirik publisistik üslubumuza. Bu qaydaya baxarkən ilk gözünüzə nə çarpır? Xəbər, TV, mətbuat, bunlar çarpır. Bunları görən ilk ağlınıza nə gəlir? İnformasiya. Yəni, bizə xəbərin verilməsi. Yadınızda saxlayın. Publisistik üslub informasiya ötürücüdür. Bu nə deməkdir? Məlumatlandırıcı üslub publisistik üslubdur. Yadınızda saxlayın. Digər üslublara nəzərən, həm bədii, həm elmi, həm məişət üslubuna nəzərən daha gec yaranmış bir üslubdur. Bilirsiniz, o vaxtı
TV-lər, mətbuatlar çox da yayınlanmayıb. Yavaş-yavaş ortaya çıxıb. Əvvəl qəzetlər sayəsində, radiolar sayəsində insanlar xəbərlərdən xəbərdar olurdular. Amma indi televiziyalardır, telefonlardır daha geniş yayılıb. Yəni buna görə, buna əsaslanaraq biz deyirik ki, digər üslublara nəzərən gec yaranmış üslubumuz publistik üslubdur. Lüğət tərkibi çox anlaşılıqlıdır, sadədir. Hamı tərəfindən başa düşülür. Ümumilikdə sözlərdən istifadə olunur, məcazilikdən istifadə oluna bilər, dəqiqlikdən istifadə olunur. Yanınıza saxlayın. Publistik üslub qəzet dilidir, mətbuatın, yəni jurnalların, xəbər portallarının dilidir, radionun dilidir. Bir də elmi kütləvi kitabların, yəni populyar elmi əsərlərimiz var ki, onların dilidir. Yadınızda belə saxlayın. Məqsədimiz geniş kütləyə məlumat vermək, ictimai fikrə təsir eləməkdir. Publistik üslub olaraq həm məlumatlandırır, həm oxucuya, dinləyiciyə, tamaşaçıya təsir göstərir. Mən elə bir xəbər verə bilərəm ki, indi həm sizi sevindirə bilər, həm kədərləndirə bilər. Ona görə də bir məlumat təsir göstərə bilir. Yadınıza saxlayın. Təsir göstərir deyəndə bilməyin ki, emosionallıq var. Xeyr, emosionallıq bədii üsluba aiddir. Bu sadəcə təsir göstərməkdir. Xüsusiyyətlərində emosionallıq yoxdur. Daha sonra gəlirik rəsmi işgüzar üsluba. Rəsmi işgüzar üslub sənədlərin dilidir. Sadə olaraq belə yadınıza saxlayın. Həm işgüzar sənəd ayrıdır, həm rəsmi sənəd ayrıdır. İşgüzar sənədlər məsələn elandır, reklamdır, ərizə, tərcümeyi hal, akt. Bunlar nədir? İşgüzar sənədlərdir. Burada bütün sənədlər feilin əmr, xəbər, şərt, vacib şəkillərində yazılır. Yazılı formada olurlar, şifahi formada qətiyyən olmurlar, bədii üslubda olan xüsusiyyətləri özündə qətiyyən daşımır. Hər sənədin öz dili var. Hər sənədi öz qaydalarına uyğun yazmalısan. Rəsmi işgüzar üslub budur. Məsələn, ərizəni yazanda mən deyirəm ki, məsələn, məktəbdə işləyirəm, dərsimdən icazə alıb tez getmək istəyirəm. Vacib bir işim var. Yazıram ki, ora filan direktora, ortadan yazıram ərizə, adım, soyadım, daha sonra məqsədim, yəni istəyim, altından da yazıram ki, xahiş olunur, icazə verəsiniz. Tarix, imza, vəsiq, qurtardı. O qədər sadə. Elanda belədir. Məsələn, bir kursdur, orada riyaziyyat müəllimi lazımdır. Yazıram ki, falan kursa ali təhsilli riyaziyyat müəllimi tələb olunur. Tələblərimi altında qeyd edirəm və əlaqə nömrəsindən ünvanı xüsusi olaraq orada qeyd edirəm. Reklamda həmçinin, məsələn, bir paltar mağazası düşünün. Bir paltar 100 manatdır və yaxud bir ayaqqabı 100 manatdır. Onu reklama qoymuşam 30% indirimlə. Yəni, işgüzar sənədin dili budur. Elandır, reklamdır, tərcümeyi haldır. Tərcümeyi hal nədir? Özüm, ailəm, işim haqqında yazmağımdır. Və s. Yadınızda saxlayın. Standart formada olurlar. Yalnız yazılı formada olurlar, şifahi formada olmur. Feilin əmirdir, xəbərdir, vacib, şərt şəkillərində olurlar. Məsələn, bildirişdə deyilir ki, bildiririk ki, uşağınıza nəzarət edəsiniz və yaxud elan paylaşıram, yazıram ki, tələb olunur və yaxud arayışdır, protokoldur və s. yazıram ki, məsuliyyət daşınır, ərizədə yazıram ki, icazə verilir və yaxud belə feillərdən istifadə oluna bilir. Sintaksisi məhduddur. Bu fikir nə deməkdir? Yəni, istədiyimiz cümlələri biz qura bilmərik. Bayaqda belə bir cümlə işlətdim ki, hər sənədin öz yazılma qaydası, öz dili var. Ona görə də biz buna qısa olaraq nə deyirik? Sintaksisi məhduddur. Yəni, öz cümlələrimiz ilə onu qurub, bəzəyib yaza bilmərik. Hər rəsmi sənədi öz dilində yazmağımız məqsədə uyğundur. Baxın, burada da nümunələr. Gündəlik iş həyatında ərizədən istifadə oluna bilir. Daha sonra izahatdan da istifadə olunur. Məsələn, izahat nə zaman istifadə olunur? Bir iş yerinə mən çatmalıyam saat 10:00-da işdə olmalıyam, amma mən gəlib çatmışam 10:45-də. Mənə bunun səbəbi soruşulur və bir daha etməyəcəyimin, daha diqqətli, daha evdən tez çıxacağımın izahatını yazıram ki, nəqliyyat vasitəsinin nasazlığına görə gecikməm olub. Ona görə izahatımı yazıram. Bu qədər sadə. Hər birinin nümunəsi də burada verilir. Bildiriş. Mən bir müəlliməm, uşaq dərsdə nadinclik eləyir. Və yaxud mən bir iclas keçirəcəm və hər uşağın gündəliyi olur. Gündəliyi də bildiriş hissəsini mən yazıram. Hörmətli valideyn, sizi 4 iyun 2026-cı ildə saat 15:00-da məktəbimizdə gözləyirik. İclasın mövzusu
məsələn, uşaqların qiymətləndirilməsi ilə bağlıdır, uşaqların nizam-intizamı ilə bağlıdır. İmzam, tarixim, füsion. Bu qədər sadə. Məktəb rəhbərliyində altından qeyd edirəm. Yəni yadınızda saxlayın ki, işgüzar sənədlər rəsmi münasibətlərdən istifadə olunur, dili sadə olur, çox sadə olur, aydın və qısa şəkildə olur. Uzun-uzadı mən sənədləri yaza bilmərəm, öz sözlərimlə bəzəyib yaza bilmərəm. Onda bu rəsmi sənəd dili olmaqdan çıxır. Xətasız, oxunaqlı və səliqəli yazılmalıdır. Orfoqrafik yazılara xüsusi olaraq diqqət yetirilməlidir. Hərf səhvinə yol verilmir. Bu da isə rəsmi sənədlərin dilidir. Rəsmi sənədləri belə yadınızda saxlayın. Hər hansısa bir vəkilin peşəsi olaraq. Vəkil deyəndə ağlımıza nə gəlir? Məhkəmə. Məhkəmədə nə gəlir? Hökm, əmir, qərar, məcəllə. Bunlar yadımıza düşür də, eləmi? Bunu belə yadınızda saxlayın. Konstitusiyadır, qanundur, məcəllədir, qərardır. Məsələn, 2026-cı ildə 2030-cu ilə kimi filan maddənin qərarına əsasən siz azadlıqdan məhrum olursunuz. Belə bir qərar kağızı olur. Baş nazir imzası və s. Məişət üslubu nədir? Məişət üslubu çox asan bir üslubdur, sadə bir üslubdur. Mənası da odur ki, gündəlik həyatda danışdığımız bir üslubdur. Məişət üslubu əsasən dialoqdan, yəni söhbət şəklində meydana çıxır. Sərbəst üslubdur. Digər üslublara baxanda daha sərbəstdir. Dialoqlardan istifadə edə bilirik. Qəzetlərin, kitabların, mətbuatın, televiziyanın dili deyil. Yadınıza saxlayın. Adi, gündəlik həyatda işlətdiyimiz bir danışıq dilidir. Biz bu üslubdan, mimikadan, jestdən istifadə edə bilirik. Məsələn, danışdığımız yerdə həm gülüb, həm əlimizlə başqa bir yeri işarə edə bilərik. Məsələn, mən səninlə söhbət edirəm yolda, hər hansı bir mağazadan danışırıq və mağaza bizim qarşımızdadır. Mən əl işarəti ilə, jestimlə sənə o mağazanı işarə edirəm. Bu da mimika və jestə aiddir. Mimika və jest nəyə aiddir? Məişət üslubuna aiddir. Məişət üslubunda daha sonra bağlayıcılardan istifadə olunur. Yadınızda saxlayın. Söhbətləri, fikirləri birləşdirmək üçün bağlayıcılardan istifadə olunur. Burada da dialoqun nümunəsini qeyd etmişəm. Baxın, sabah gəlib gedəcəyik. Hə, gəlib gedəcəyik. Saat neçədir? Saat 6-da çıxarıq bəlkə. Mən kitabımı götürməliyəm, onda görüşərik və s. Dialoq belədir. Dialoq var. Gündəlik həyatda istifadə edirik. Bəli, həm qonşu ilə, həm tanışla, həm uşaqlarla dərs keçdiyimiz müddətdə dialoqlardan istifadə olunur. Bu məişət üslubuna aiddir. Daha səmimi, daha gündəlik ifadələrdən istifadə olunur. Xüsusi olaraq da bunu yadda saxlayın ki, uşaqlar. Məişət üslubunda 3 xüsusiyyətə yer verilmir. Lori ifadəyə, vulqarizmə, varvarizmə. Yəni kobud ifadədir. Belə sadə dildə deyim. Kobud ifadə, söyüşlər, təhqirlər, bir insanı təhqir eləmək, məişət üslubunda yer verilmir bunlara. Yəni bunu xüsusi olaraq yadınızda saxlayın. Məsələn, sual-cavablı hiss təəssüratlardır, sizdən soruşsa, siz bir insanla söhbət eləsəz, bu məişət üslubu alınacaq. Burada da imtahana ipucu olaraq sizə qeyd eləmişəm. Dərsimiz bu qədər. Ümidvaram ki, hər birini sadə şəkildə izah elədim. Çalışdığım qədər nəzəri cümlələr qurmağa çalışmadım. Sadə dillə, sadə açar sözlərlə istifadə elədim. Yadınıza saxlayın uşaqlar. Mətndə üslublara aid sizə 2 sual soruşa bilər. Bir, belə yadınıza saxlayın. Bir belə Venn diaqramı şəklində. Bir də ki, üslubu cəhətdən zənginləşdirin deyilərsə. Üslubu cəhətdən zənginləşdirin nədir? Məsələn, bir mətn oxuyursunuz, altından xətt çəkilmiş. Məsələn, tutaq ki, bu bir mətindir. Mətndə bu cümlənin altından xətt çəkilir. Sizə deyilir ki, şərtdə mətndə altından xətt çəkilmiş cümləni üslubu cəhətdən zənginləşdirin. Siz nə edəcəksiniz? Qorxmursunuz, zənginləşdirmək o qədər də çətin deyil. Sadə yol nədir? Həmin cümləyə məcazi mənalı ifadə artırmağınızda. Məsələn, bu cümləyə yazılıb ki, tutaq ki, deyirəm, buradakını oxumuram. Aydan atasından qorxurdu. Və yaxud Aydan təəccüblə otağa qaçdı. Düzdürmü? Siz bunu məcazi mənada necə yaza bilərsiniz? Təəccüblə. Aydan gözünü kəlləsinə çıxaraq və yaxud da başqa bir frazoloji birləşmədən məcazi ifadədən istifadə edərək yaza bilərsiniz. Sonra ki, otağa qaçdı. Bu qədər sadədir. Məsələn, Dəniz qiymətlərinin 5 olduğuna sevindi. Bunu üslubu cəhətdən necə zənginləşdirərsiniz? Dəniz qiymətlərinin 5 olmasını görüb, sanki qanad açıb uçacaqdı.
bunu belə yazırsınız. Bu qədər sadədir. Qorxmağınıza ehtiyac yoxdur. Hər hansısa bir nüansı başa düşmədinizsə, hər hansısa bir yer sizə qaranlıq qaldısa, yorumlarda qeyd edərsiniz. Əgər bu materialın PDF şəklini istəyirsinizsə, burada göstərilən nömrə ilə əlaqə saxlamağınız kifayətdir. Avtomatik olaraq PDF şəklində sizə göndəriləcək.